Saat kimdeydi? Rayonumuzda Ziba adlı dul bir kadın var. Bazılarda büfetçi işləyir. Bugün Sadi Ustanın yanına o aparıb. İzahat almışsınız? Bəli. Azərbaycan kinosunda elə filmlər var ki, illər keçsə də öz sirrini və cazibəsini itirmir. Məhz belə filmlərdən biri də Azərbaycanın ən samballı detektiv ekran əsərlərindən sayılan Arxadan Vurulan Zərbə filmidir. Bu film yazıcı Elçinin Ox kimi bıçaq povesti əsasında 1977-ci ildə ekranlaşdırılıb. Filmin rejissoru Arif Babayev, ssenari müəllifi isə elə əsərin müəllifi Elçindir. Filmin süjeti müəmmalı şəraitdə qətlə yetirilən Əhməd Qəmərli ətrafında cərəyan edir. Respublika Cinayət Axtarış İdarəsinin müstəntiqi Gündüz Kərimbəyli uzun və çətin araşdırmalardan sonra bu mürəkkəb cinayətin izinə düşür və cinayətkarı tapmağa müvəffəq olur. Amma çoxlarının bilmədiyi maraqlı bir fakt var. Filmdə çəkilən, lakin sonradan efirə getməyən səhnələr də mövcuddur. Məsələn, Cəbinin ölümü ilə bağlı çəkilən yas mərasimi səhnəsi sonradan montaj zamanı filmdən çıxarılıb. Maraqlısı isə odur ki, aktyorların sözlərinə görə həmin səhnə çox təsirli və qüsursuz alınmışdı. Lakin naməlum səbəblərə görə tamaşaçılar o səhnəni heç vaxt görə bilmədi. Bunlarla bacara bilmirdiniz. Niyə ki? Hamısını ələ keçirə bildik. Təhcə başçıları Qurt Cəbrayıl yoxa çıxdı. Çox təəssüf ki, onu tuta bilmədik. Filmin çəkilişləri zamanı maraqlı improvizasiyalar da baş verib. Ziba rolunu canlandıran məşhur aktrisa Amaliya Pənahova bir səhnədə rejissordan improvizə etmək üçün icazə istəyir. Rejissor razılıq verir və aktrisa səhnəyə ssenaridə olmayan bir cümlə əlavə edir. Zibanı aparmağa gələn köhnə maşını görən aktrisa zarafatla deyir: bu nə maşındır gətirmisən? Başqa maşın tapmadın? Keç. Allah səni biabır eləsin. Bu nə maşındır gətirmisən? Başqa maşın tapılmadı mənə? Keç. Bu sözlər ssenaridə olmasa da səhnə o qədər təbii alınır ki, filmə daxil edilir. Filmin natura çəkilişləri əsasən Azərbaycanın gözəl bölgələrində aparılıb. Bir çox səhnələr Zaqatala və Qax rayonlarında lentə alınıb. Məsələn, Hüseynova atılan bıçaq səhnəsi Qaxda çəkilib. Kərimbəylinin maşın sürdüyü və Cəbinin öldürüldüyü epizodlar isə Zaqatalada lentə alınıb. Filmdəki ən təhlükəli səhnələrdən biri isə bıçaqlama epizodudur. Bu səhnə üçün xüsusi olaraq sirk artisti dəvət edilir. Çəkilişdən əvvəl o, məşq zamanı bir neçə metr məsafədən bıçağı dəqiq şəkildə hədəfə atır və heç vaxt səhv etmir. Amma əsas çəkiliş zamanı gözlənilməz hadisə baş verir. Hüseynov rolunu oynayan aktyor Rafiq Əzimov demək olar ki, bıçağın qurbanı olacaqdı. Ona atılan bıçaq saçına toxunaraq başının yanından keçir və arxadakı dirəyə sancılır. Filmin aktyor heyətində maraqlı bir fakt da var. Məşhur 7 oğul istərəm filmində rol alan 7 aktyordan 5-i bu filmə dəvət olunmuşdu. Onların arasında Şahmar Ələkbərov, Həsən Məmmədov, Ələsgər İbrahimov, Ənvər Həsənov və Rafiq Əzimov var idi. Onların at sürməyi təcrübəsi olduğuna görə bəzi döyüş səhnələri kaskadyor istifadə edilmədən çəkilmişdi. Deyəsən bu kənddə heç kəs yaşamır. Su yoxdur bu tərəflərdə yoldaş Qəmərli. Cəmaatı başqa kəndə götürüblər. Getdik. Filmdə Əhməd Qəmərli obrazı üçün əvvəlcə aktyor Gündüz Abbasov nəzərdə tutulmuşdu. Lakin sonradan naməlum səbəblərə görə qərar dəyişdirilir və bu rola Həsən Məmmədov təsdiq olunur. Filmin final səhnəsi isə çəkiliş heyəti üçün xüsusilə yadda qalan olub. Tanıdım, neynək? Keçin içəri. Daha gəlmişsiniz də. Salam aleyküm. Əleyküm əssalam. Qurt Cəbrayılın tutulduğu epizodda aktyor Yusif Vəliyev elə güclü oyun nümayiş etdirir ki, çəkiliş meydançasında hamı heyran qalır. Hətta rejissor Arif Babayev kövrəlir, çəkiliş bitəndən sonra aktyoru qucaqlayıb deyir: bundan gözəlini heç kim oynaya bilməzdi. Doğrusu, o rəhmətli qocanın ölümündən sonra belə səksəkəli olmuşam, gecəni səhərə qədər rahat yata bilmirəm. Həkimə göstərmək lazımdır. Özləri çağırmışlar da. Getdim, dedim ki, heç yerimdən şikayətləndirəm.
Əşi, kimə deyirsən, ey? Daha maraqlı bir fakt isə Qurd Cəbrayıl obrazının real şəxsə əsaslanmasıdır. Əsl adı Cəbrayıl Baxşıyev olan bu şəxs kriminal aləmdə tanınmış fiqurlardan biri olub. O Maştağa kəndində doğulmuşdu və kriminal dünyada Paxan Cəbrayıl kimi tanınırdı. Onun haqqında ümumilikdə 70 ilə yaxın həbs qərarı çıxarılsa da, həyatının 36 ilini həbsxanada keçirib. Daha çox tək işlədiyinə görə ona Qurd ləqəbi verilmişdi. Demək istəyirəm, bəlkə cinayətkarı görmüsüz. Deməyə qorxursuz. Ay oğul, mənim bir ayağım burada, bir ayağım yorda. Nədən, kimdən qorxacağım ay? Filmdə Qurd Cəbrayıl bıçağı dəqiqliklə atan bir obraz kimi göstərilsə də, real həyatda onun tapancadan da çox sərrast istifadə etdiyi deyilir. Aparın. Maraqlısı isə odur ki, Qurd Cəbrayıl rolunu oynayan Yusif Vəliyev real Cəbrayıl Baxşıyevlə şəxsən tanış imiş. Onlar eyni məhəllədə yaşamış və aktyor filmə hazırlaşarkən onunla bir müddət ünsiyyətdə olmuşdu. Bunların həkimi də sənsən, ha? Xəttat dayı. Çıxart Maykovi. Sən də mənim oğlum. Uzan. Bax, belə. Bax, belə. Təəssüf ki, Cəbrayıl Baxşıyev filmi görməyə müvəffəq olmur. O, 1976-cı ildə dünyasını dəyişir. Və beləliklə Azərbaycan kinosunun ən maraqlı detektiv filmlərindən biri olan Arxadan Vurulan Zərbə təkcə süjeti ilə deyil, pərdə arxası hekayələri ilə də tamaşaçıları heyrətləndirməyə davam edir. Dəstək 11 sm. Yaranın uzunluğu 40 mm. Bıçağın çöldə qalan hissəsi 32 mm. Yaranın dərinliyi təxminən 70 mm-dir. Buyurun çəkin. Azərbaycan filmlərinin pərdə arxası sirlərini öyrənmək istəyirsinizsə, kanala abunə olun və zəng işarəsini aktiv edin ki, yeni videoları qaçırmayasınız.